Salam, Virtox efirdədir. Mən Banu Həmidova 4A sinifinin şagirdiyəm. Və mən mental aritmetika müəlliməsi Zeynəb Sadıqova. Müəllimə, sizə bir neçə sualım olacaqdır. İstəyirsinizsə başlayaq. Buyurun. Motivasiya nədir və biz onu niyə itiririk? Motivasiya bizi belə deyim, məqsədlərimizə çatmaq üçün hərəkətə gətirən daxili istək və enerjidir. Bəzən stress, yorğunluq və məqsədlərimizin bizə maraqlı gəlməməsi səbəbindən biz motivasiyamızı itirə bilirik. Müəllimə, bəs motivasiya itərkən biz onu necə geri qazana bilərik? Bəli, şagirdlər arasında bəzən bu hadisələr yaşanır. Motivasiya itərkən uşaqlarda stress, yorğunluq üzündən bəzən də belə deyim, yüksək nəticələr əldə edə bilmirlər. Bu zaman özlərinə kiçik də olsa vaxt ayırıb məqsədləri və xəyalları uğrunda yenidən düşünərək motivasiyalarını geri qazana bilərlər. Mental aritmetika nədir və uşaqlar arasında ən böyük faydaları nələrdirlər? Mental aritmetika əslində sürətli hesablamadır və daha çox uşaqlar arasında da və digər ölkələrdə də ən geniş yayılmış elmlərdən biridir. Mental aritmetika deməli sürətli hesablama olduğu üçün kağız qələm vasitəsi olmadan uşaqların zehni inkişafını sürətləndirir. Yəni bəzən biz riyazi bacarıqlarımızı sol yarımkürədə, beynimizin sol yarımkürəsi işləyir, amma mental aritmetikanı işləyərkən, yəni bunu öyrənən uşaqlarda beyin yarımkürələrinin hər iki tərəfi, həm sol, həm də sağ yarımkürələri eyni zamanda inkişaf eləyir. Həm də uşaqlarda bu özünə güvəni, konsentrasiyanı, sürəti artırır ki, bu da gələcək həyatlarında onlar 1-0 qabaqda olurlar. Valideynlərin mental aritmetika haqqında soruşduğu ən çox suallar hansılardır? Uşaqlarda bəzən gec qavrama ola bilərmi və yaxud da uşaqlar onu bilər zaman, yəni toplama, çıxma, vurma, bölmə əməlləridir ki, 4 kateqoriyanı yerinə yetiririk. Bəzən düşünürlər ki, onu öyrənərkən riyazi bacarıqları geridə qala bilər, amma halbuki bunun əksinədir. O daha da ona belə deyim, dəstək olur, ona yardım eləyir. Çünki az yaşından etibarən belə deyim, uşaqlar kiçik yaşlardan etibarən artıq böyük rəqəmlər üzərində toplayıb çıxıb vurub bölməyi bacarırlar ki, bu da onların gələcəkdə 1-0 öndə olmaqları deməkdir. Həm də ki, uşaqların istər-istəməz özgüvənini, inamını da artırdığı üçün uşaqlarda getdikcə bu daha çox sevilir və maraq duyulur. Mental aritmetika hansı yaş qrupları üçün daha uyğundur? Mental aritmetika daha çox 5 və 15 yaş qruplarını əhatə eləyir. Demək olar ki, 5 yaşdan aşağı uşaqların başlamağı tövsiyə deyildir. Çünki demək olar ki, onlar hələ təzəlikcən riyaziyyata bacarıqları əmələ gəlir və yaxud da rəqəmləri təzə-təzə tanımağa alışırlar. Ona görə də 5 yaşdan, yəni məktəbə qədər yaşlarından başlamaqları daha səmərəlidir. Şagirdlərinizin ən böyük uğurları nələr olub? Əlbəttə ki, şagirdlərimin ən böyük uğurlarından biri bu il 2026-cı ildə 28-29 mart tarixlərində Beynəlxalq Mental Aritmetika Olimpiyadası keçirilmişdir ki, onlardan birində də sən iştirak eləmisən və demək olar ki, 8 uşağın iştirakı ilə və 8 uşağın hamısı demək olar ki, yer tutub. Onlardan da biri sənsən. Əlbəttə ki, sən də birinci yerə layiq görülmüşdün. Bu həqiqətən də bizim ilk qatılmamız və ilk uğurumuz idi. İnşallah bundan sonrası da davamlı olacağına əminəm. İstəyirəm səndə də son olaraq bir sual verim. Sən 28-29 mart tarixlərində mental aritmetika yarışmasında iştirak elədin. Sən indi buradan öz yaşlılarına nə demək istəyərsən? Buyur. Demək istəyirəm ki, heç vaxt öz motivasiyanızı itirməyin, həmişə özünüzə güvənin və məsələn, başqa yerlərdə tək mental aritmetika yox, iştiraklarınız olubsa və həyəcanlısınızsa, heç vaxt özünüzü itirməyin. İnanıram ki, həmişə birinciyə layiq görüləsiniz. Çox sağ olun suallarıma cavab verdiyiniz üçün. Təşəkkür ederim. Buyurun. Virtox efirdəydi.